ağlama anam, ağlama anam, ağlama. Evladın derdini çeken analar, derdi qəmdən boynunu büken analar. Evladın derdini çeken analar, derdi qəmdən boynunu büken analar. Gözünü yollara diken analar, ağlama, ağlama şehit anası. Gözünü yollara diken analar, ağlama, ağlama şehit anası. Ağlama, ağlama şehit anası. Ağarıp bembeyaz ağıdır, balanın həsrəti sinemde dağıdır. Oğlun ölmeyibdir, anacan sağıdır. Kalbini dağlama şehit anasın. Ağlama, 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 ağlama şehit anası. Ağlama anam, ağlama anam, ağlama, ağlama şehit anası. Anacan ağaran saçına kurban, yüreğde sağalmaz yarana kurban. Anacan ağaran saçına kurban, yüreğde sağalmaz yarana kurban. Mən özüm o şehit balana kurban. Ağlama, ağlama şehit anasına. Mən özüm o şehit balana kurban. Ağlama, ağlama şehit anasına. Ağlama, ağlama şehit anasına. Saçların ağarıp bembeyaz ağıdır, balanın həsrəti sinemde dağıdır. Oğlun ölmeyibdir, anacan sağıdır. Kalbini dağlama şehit anasın. Ağlama, 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 ağlama şehit anası. Ağlama anam, ağlama anam, ağlama, ağlama şehit anası. Ağlama, 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 ağlama şehit anası.
evladın dərdini çəkən analar, dərd qəmdən boynunu bükən analar, gözünü yollara dikən analar, ağlama, ağlama şəhid anası. Saçların ağarıb bəmbəyaz ağdı, balanın həsrəti sinəndə dağdı. Oğlun ölməyibdi, anacan sağdı. Qəlbini dağlama, şəhid anası, şəhid anası, şəhid anası. Cidder silahını aldı, neresi düşmenin bağrını yardı. 44 gün sırrı tarih yazdım, tarihi yazanlar oldular şey. Gör ne tanrılar her gün ağladı, başına kapkara örpek bağladı. O şehit oğluna yassı sakladı, hiç sizi unutar anılar şey. Hakkı hesap gündü, dedi cidden. Son kaldı yaram, neçə dilək sənsizləşdi. Heç artmayan yaşın kimi, şəklin daş üstə birləşdi. Sənsiz qaldı anan atan, nakan köçdün bu dünyadan. Hər kəs anır səni bu gün, yad eləyir ey qəhrəman. Sən şəhidsən, müqəddəssən, toxunulmaz bir yerdəsən. Qürur duyur nazik sənlə, ana torpaq, ana vətən. Hər çiçəkli məzarım var, cənnət qoxur adın sənin. Vətən sevər igid oğul, örnək olub şəhadəti. Ölümünü alıb gözə, atıldın qanlı meydana. Sən canını qurban etdin, vətəninə, torpağına. Qəhrəman igidlər silahını aldı, nərəsi düşmənin bağrını yardı. 44 gün sürdü tarih yazdı, tarihi yazanlar oldular şəhid. Gör ne sanılar hər gün ağladı, başına qapqara örpək bağladı. O şəhid oğluna yassı saxladı, heç sizi unudar anılar şəhid. Haqqı hesab gündü, dedi cidden. Cənnət Qarabağda bizim şəhidlər silaha sarılıb vətəndirlər, vətənin uğrunda oldular şəhid. Qələbə gününü daddıran bizə, borçludur bu millət bir ömür sizə. Müjdə ver polada həm mübarizə, igidlər torpağı aldılar şəhid. Neçə arzun qaldı yarım, neçə dilək sənsizləşdi. Heç artmayan yaşın kimi, şəklin daş üstə dilləşdi. Sənsiz qaldı anan atan, nakan köçdün bu dünyadan. Hər kəs anır səni bu gün, yad eləyir ey qəhrəman. Sən şəhidsən, müqəddəssən, toxunulmaz bir yerdəsən. Qürur duyur natiq sənlə, ana torpaq, ana vətən. Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölməzdir axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağıma, torpağıma qarışmışam. Sarılaraq bayrağıma, bayrağıma qarışmışam. Mən şəhidəm, ölməmişəm. Külək olub qarışmışam vətənimin torpağına. Cismim köçüb bu həyatdan, ruhum əran sizinlədir. Şirin bir xəyala dönüb, kim ki məni arzulayır, tez gəlirəm yuxusuna. Hörmətli tədbir iştirakçıları, əziz şəhid valideynləri və şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları. Bugün 27 sentyabr Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının həlak olmuş şəhidlərin xatirəsinin 5-ci il dönümü. Azərbaycan Respublikasında anım günüdür. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-sində imzaladığı Azərbaycan Respublikasında anım gününün təsis edilməsi haqqında sərəncam şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramının bariz nümunəsidir. 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əskər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. 44 gün davam edən 2-ci Qarabağ müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı.
Qarabağ müharibəsində böyük şücaət göstərərək şəhadət zirvəsinə yüksələn qəhrəmanlarımızın anım gününü sonsuz qürur və fəxarət hissi ilə qeyd edirik. Şəhidlərimizin anım gününün 5-ci il dönümünə həsr olunmuş tədbir açıq elan olunur. Anım günündə çıxış etmək üçün söz rayon icra hakimiyyətinin başçısı cənab Natiq Ağayevə verilir. Hörmətli Anım Günü tədbirinin iştirakçıları, Qarabağ müharibəsində böyük şücaət göstərərək şəhadət zirvəsinə yüksələn qəhrəman şəhidlərimizin valideynləri, əzizləri, doğmaları və vətən müharibəsi iştirakçıları. 27 sentyabr 2020-ci il Vətən müharibəsinin, haqq-ədalət savaşının, işğalçı Ermənistanın təcavüzünə cavab verilən 44 günlük Vətən müharibəsinin başlanğıcı gündür. Qələbə səlnaməsinin ilk günü olan 27 sentyabr tariximizə əbədi olaraq rəşadət və qəhrəmanlıq səhifəsi kimi həkk olunur. Məlumdur ki, 30 ilə yaxın Azərbaycanın 20% torpağı işğal altında olmuş, dinc əhalisi amansızcasına qətlə yetirilmişdir. Münaqişənin həlli ATƏT-in Minsk qrupu tərəfindən məsələnin həllinə yox, dondurulmasına yönəlmişdir. Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həll etməyə çalışsa da, Ermənistan işğalını və təxribatını davam etdirmişdir. Azərbaycan xalqı işğalla heç zaman barışmamış və növbəti təxribatı dəf etmək və təcavüzə son qoymaq məqsədi ilə 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əks hücuma keçmişdir. Haqq və şərəf işimiz olan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Müzəffər Ali Başkomandan Cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlət birliyi, vətən qarşısında borçlarını layiqincə yerinə yetirən qəhrəman şəhidlərimizin sayəsində vətənimiz bütöv oldu. Qarabağ həsrətimiz bitdi. Ordumuzun bugün yazdığı tarix Azərbaycanın sabahı üçün möhkəm bir növrədir. Prezident İlham Əliyevin sərəncamına əsasən təsis edilən anım günündə bütün şəhidlərimizin xatirəsi və ruhu qarşısında baş əyir, qəhrəman əskər və zabitlərimizin bizim qürur mənbəyimiz olduğunu bildirirəm. Qəhrəman şəhidlərin valideynlərinə, əzizlərinə və doğmalarına səbir diləyirəm. Şəhidlərimizin əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayır və yaşayacaqdır. Çox sağ olun. Çox hörmətli tədbir iştirakçısı, salamlayıram. Burada qeyd olundu ki, 5 il öncə Azərbaycan xalqı və Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı əmr verdi ki, nəhayət torpaqları azad etməyin vaxtı çatıb. Həqiqətən o gün bütün Azərbaycan dövləti, Azərbaycan xalqı narahatçılıq hisslər keçirdirdi. Yəni 28 ildən artıq işğal olmuş torpaqlar azad olunanda hamı başa düşür ki, bu
çətin məsələdir. Amma Müzəffər Ali Baş Komandanı qəhrəmanlığı göstərdilər və 44 gün ərzində Azərbaycanın demək olar əksər işğal olmuş torpaqları azad edəcək. Üstündən Azərbaycanın ərazisi tam işğalçılardan azad olundu və biz öz suverenimizi bütün respublikada təmin etdik. Mən 3 gün bundan öncə Ağdam, Xocalı, Əskəran, Şuşada, Xankəndində oldum və baxdım, gördüm ki, cəmi 5 il keçib. Ümumiyyətlə 5 il dövlətin tarixi üçün az müddətdir, yəni 5 il tarix üçün bir müddət deyil. Amma o görülən işlərə baxanda mən bir də sevindim ki, və bir də ürəyimdə dedim, halaldır bizim əskər və zabitlərimizə, bizim şəhidlərimizə, qazilərimizə ki, onlar bu gözəl diyarı Azərbaycana qaytardılar. Və bugün inanıram ki, bir zaman keçəcək, o gözəl diyar bəlkə də hamını heyran edəcək. Mən çox danışmaq istəmirəm. Bircə onu demək istəyirəm ki, biz bir dəfə bir Türk zabitdən soruşdular ki, Vətən müharibəsində Azərbaycanda neçə nəfər həlak oldu, nə qədər insan öldü. O gözəl bir cavab verdi. Azərbaycanda müharibədə ölən olmadı. Azərbaycan şəhid verdi. O sözün mənası odur ki, şəhid ölmür. Şəhid ən yüksək zirvədə vətən ölkənə can qoyan bir insandır. Zamanlar keçəcək, nəsillər dəyişiləcək. Azərbaycan dövləti və sonraki nəsillər heç vaxt yaddan çıxartmazlar. Mən şəhidlərimizə, burada iştirak edən ailə üzvlərinə səbir deyirəm, qazilərimə şəfa deyirəm. Bütün əskər və zabitlərimizin qarşısında baş əyib deyirəm ki, siz Azərbaycan tarixində çox böyük iz qoydunuz. Siz Azərbaycan tarixinin imzasını elə qoydunuz ki, illər yox, 100 illər keçəcək, hamı sizlə fəxr edəcək. Siz Azərbaycanın qürurunu qaytardınız. Allah rəhmət eləsin şəhidlərimizə, Azərbaycan xalqında Allah qorusun. Diləyirik və qazilərimizə, şəfa iştirakçılarımıza can sağlığı arzu edirik. Bildiyimiz kimi bugün ölkəmizin hər yerində olduğu kimi bizdə də 27 sentyabr anım günü tədbirləri keçirilir. Ancaq bu anım günü tədbirlərini biz göz yaşları ilə deyil, qəm-kədərlə deyil, bir qürur hissi ilə qeyd edirik. Bir fərəhlə, şərəflə qeyd edirik. Ona görə ki, yaxın 400 illik tariximizə nəzər salsaq, daim işğallar, süqutlar, parçalanmalar, bölünmələr, bu hadisələrlə yadda qalıb tariximiz. Şah İsmail Azərbaycanından bu yana daim biz bölünmüşük, soyqırımlara məruz qalmışıq. Ancaq bu işğalların dönüş nöqtəsi olan Vətən müharibəsi başlanğıcını aprel döyüşlərindən başlayan və 44 günlük Vətən müharibəsi, eləcə də antiterror əməliyyatları ilə biz öz torpaqlarımızı işğaldan azad etdik. Bildiyimiz kimi 27 sentyabrda verilən səfərbərlik əmrində bütün xalqımız kimi biz Göyçaylılar da laqeyd yanaşmadıq. Demək olar ən yüksək nəticələri verdik. Səfərbərlik şöbəsi qarşısında uzun sıralar yarandı. Hamı bir nəfər kimi cəbhəyə can atdı. Cəbhəyə getmək üçün hazır olduğunu bildirdi. Və ona görədir ki, bugün Göyçayımızın demək olar ki, bütün kəndlərində hər qapıda bir müharibə iştirakçısı var. Hər kənddə bir neçə şəhid var. Hər kənddə bir neçə yaralılar var, qazilər var. Bu biz Göyçaylıların bu vətənə verdiyimiz diqqətimizdir, vətənə verdiyimiz borcumuzdur. Bildiyimiz kimi 27 sentyabrdan başlayan bu hadisə 44 gün ərzində bir qələbəyə çevrildi. Ona görədir ki, 8 noyabra kimi bu sayılı günlərdə biz neçə dənə şəhidlər verdik. Biz Göyçayımızda şəhid Əhmədov Zamiqdən ta Nadirov Fəridə qədər nə qədər şəhidlər verdik, ancaq nə usanmadıq, nə yorulmadıq, nə ruhdan düşmədik. Bütün bu hadisələrə baxmayaraq biz 44 gün ərzində dünya tarixində olmamış bir hadisə kimi, yəni bu qədər ərazilərin, mən deyərdim Qarabağ bir çox ölkələrin ərazilərindən də böyükdür. Yəni 44 gün ərzində bu torpaqları işğaldan azad etmək ancaq birliyin, bir olmağın bir təcəssümü idi. Hər bir ölkənin ordusu var, qoşunu var, silahı var. Ancaq bizim
qələbəmizi təmin edən Azərbaycan xalqının birliyi oldu. Müzəffər komandan, müzəffər ordu və müzəffər xalq birləşərək biz öz torpaqlarımızı işğaldan azad elədik. Yaşasın üç rəngli Azərbaycan bayrağı, üstündə öz şəhidinin qanlı rəngi olan bayraq. Yaşasın tarixinin qılıncının və yaşasın qəhrəman övlada şanlı vətən olan dövlət himnimiz. Yaşasın. Can Ali rəhbərliyinin tam olaraq səbrinin tükəndiyi bir vaxta təsadüf etdi. Və bilirsiniz ki, Ali Başkomandan Böyük Sərkərdə İlham Əliyev məhz o zaman Valday Beynəlxalq Konferansında böyük dövlətlərin lideri qarşısında Qarabağ və nida işarəsi ilə 27 hadisəsinə və 2020-ci ildə 2-ci Vətən müharibəsinin iştirakçılarına güc verdi. Və bilirsiniz ki, 25 sentyabr tarixində dünən Yoxsurağa günü Azərbaycanın prezidenti dünyanın ən böyük tribunasından BMT'nin Ali baş çıxış edərək bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır və Azərbaycan xalqı bütün müstəqilliyini, suverenliyini və bugündən sonraki görəcək işlərinə məhz Azərbaycan xalqına arxalanaraq həyata keçirmişdir. Və bütün dünyaya Azərbaycan xalqı artıq müharibə bütün millətlərlə bir yerdə sülh çərçivəsində yaşamaq, abadlaşdırmaq, quruculuq işlərini davam etdirmək və hər bir vətəndaşın sosial rifahını, xoşbaxt anlarını reallaşdırmaq əzmindədir. Mən hesab edirəm, bugün bütün Azərbaycan xalqı öz tarixi inkişaf edərək daha böyük uğurlara, daha böyük zəfərlərə imza atacaq və sözün əsl mənasında biz hamımız öz ailəmizdə, öz həyatımızda, öz xoşbəxtliyimizi hiss edəcəyik. Bir daha şəhidlərimizin qarşısında baş əyir, qazilərimizə can sağlığı arz eləyir və o qazilərimiz ki, bugün də ağrılı, acılıdır, hesab edirəm ki, hər birimiz Azərbaycançılığımızı ortaya qoyaraq, birləşərək Azərbaycan müstəqilliyini bundan sonra da zəfərlərə doğru bir yerdə aparmalıyıq. Sağ olun. Vətən müharibəsində düşmən qarşısında inamla dayanan, vətənimizi, torpaqlarımızı qoruyan, ünvanı əbədiyyət olan, şəhidlik zirvəsinə ucalmış. Vətən oğullarının valideynləri adından çıxış etmək üçün söz şəhid Xəyyam Hüseynovun atası Hüseyin Hüseynova verilir. Hörmətli anım iştirakçılarım, mən bir şəhid atası olaraq bugün burada çıxış edəndə nə qədər ağır olsa da belə, amma həqiqətən məndən əvvəl çıxış edən çox hörmətli insanların danışığından hiss elədim ki, artıq onu bilirdik biz, amma bizim bu evlatlar, bizim bu igidlər çox böyük bir iş görüblər. Biz onların qarşısında, bayaq hörmətli Natiq müəllim də bildirdi ki, təsəvvür eləyin ki, bir takımdır və onların rəhbərləridir ki, Göyçayımızın çox dəyərli polkovnikləri. Mən hər yerdə, digər rayonlarda da çıxışımda bildirirəm ki, Göyçay sıravi əskərindən tutmuş polkovnikinə qədər şəhid verən bir rayondur. Göyçay rayonların içində çox fərqli bir rayon olub. Qəhrəmanlıq göstərdilər. Biz 5 il geriyə qaydaq və 2020-ci ilin sentyabrın 21-in bir göz keçirdək və təsəvvürümüzə gətirək ki, o günlər Göyçayda nə boyda bir ajiyataj vardı. İnsanlar, cavanlarımız, igidlərimiz, hətta çağırılmayanlar belə özləri gəlirdilər ki, biz də getmək istəyirik. O şəhidlərin içində bir şəhidimiz var ki, bizim özü Bakıdan durub gəlib ayın 5-i günü artıq şəhidlər gələn vaxtı. Özü öz xahişi ilə, öz təkidi ilə müharibəyə gedib. Yetim bir oğlan, amma igid bir oğlan və gedib Şuşada şəhid olub. Bax, bu qəhrəmandır. Elə bir qəhrəmanlıq nümunəsi göstərdilər ki, 100 illər keçsə belə, nə qədər yazılsa belə azdır ki, hər biriniz bu Azərbaycan üçün sizin övladlar, bizim övladlar, bu Azərbaycan övladları elə bir tarix yazdılar ki, elə bir iş gördülər. Hiss olunur ki, şövqlə, ürəklə danışırıq. Çünki bizə o yolu onlar açıblar. 25 gün ərzində bizim
milli. Biz o günlerin hamısını hatırlayırıq. Bizim Ali Başkomandan efirə çıxanda saatlarla gözləyirdik ki, görəsən bugün hansı gözəl bir məlumat elde edildi. Hiss eləyirdi onu da hər. Qığılcımdan böyük bir od parladı və zəfər günü bizlərə qismət oldu. Bəli, mən qalanlar da bizim yenə də qürur yerimizdir. Bizim bu şəhidlər unudulmayacaq. Bizim parlaq olmasında ən çox zəhmət olan insanlardır. Bizim hər birimizin, hətta bir şəhid valideyni kimi. Deyirəm, biz şəhid valideynlər adına, bir şəhid atası olaraq sizə minnətdarlığımızı bildiririk. Bax, bu cür olmalıyıq, həmişə bir olmalıyıq, şəhidləri unutmamalıyıq. Nə qədər bir olsaq, bizə heç kim bata bilməz. Bunu artıq biz sübut elədik. Dövlətlə xalq bir olanda, sayından asılı olmayaraq, bizə heç kim qalib gələ bilməz. Qələbə ümidləri ilə inşallah artıq suveren bir ölkənin belə deyək, vətəndaşları, biz o torpaqları bugündən sonra göz bəbəyi kimi qorumaq bizim borcumuzdur. Çünki o torpaqlarda bizim övladların qanı, ruh var. Allah ruhlarını şad eləsin. Allah şəhid valideynlərində səbir, dözüm, qürurla yaşamağı, şərəflə yaşamağı arzu edirəm hər birimizə. Çox sağ olun.